Sən pislik elədikcə təbii ki, sənin də başına pis hadisələr gələcək. Amma ən pis hadisə o baş verir ki, sən pislik eləyə-eləyə ürəyin üstünü palçıqla örtürsən sanki. Ürəyin üstünü palçıqlayırsan. Və sonra sənin bu axmaqlaşmış ürəyin heç nəyi hiss eləyə bilmir. Sən pislik eləmək üçün gərək hissiyatı azaldasan. Sən də hissiyatı azaldırsan, insanlara qarşı, onların acılarına qarşı, egoizmin zirvəsinə qalxırsan, uzaqlaşdıqca uzaqlaşırsan insanlardan. O zaman sən düşürsən qaranlığa, heç nə görmürsən. Başına pis işlər gələcəyi işin ayrı bir tərəfi. Sən heç o quyudan çıxa da bilmirsən. Sənin gözün, qulağın, ürəyin sənə bir yol göstərmir ki, buradan qaç çıx bu vəziyyətdən.